Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Aparıcı cütlük Zaur və Günay Baxşəliyevə polisə müraciət edib. Buna səbəb cütlüyün qızı Dilavərin adından TikTokda saxta səhifə açılmasıdır. Aparıcılar övladının elə bir səhifəsi olmadığını bildiriblər. Hazırda TikTok platformasında qızımız Dilavərin adından açılmış bu səhifə barəsində ölçü götürməyinizi sizdən xahiş edirik. Azyaşlının şəkillərindən istifadə edərək canlı yayımlar açan bu şəxs hazırda uşağımızın hüquqlarını pozur deyə Baxşəliyevlər polisə müraciət edib. Müğənni Nadir Qafarzadənin səhhətində problem yaranıb. Bu barədə sənətçi sosial şəbəkədə məlumat yayıb. O, səhhətindəki problemin səbəbini açıqlamasa da, sağlamlığı ilə əlaqədar əməliyyat olduğunu bildirib. Allah şəfa versin.